qadının daima İslam dinində dəyəri və qiyməti var. İstər ana olsun, istər qız, istər bacı və s. Allah Azza və Cəllə bax ayədə nə deyir? Ya eyyuhəl-ləzīnə əmənu qu ənfusakum və əhlikum nara. Ey iman gətirənlər, özünüzü və ailənizi cəhənnəm əzabından qoruyun. Bu kişilərin məsuliyyətidir ki, qadınlara maraq göstərsinlər. Qadınları yəni dinə uyğun şəkildə geyindirsinlər, onların paltarları, libasları, hicabları şəriətə uyğun şəkildə olsun. Əksi təqdirdə, əgər bir kişi zövcəsinə, bir kişi öz qızına, öz bacısına şəri hicabı əmr etmirsə, şəri hicab geyməyin tələb eləmirsə, o kişi onların haqqını vermiş olmur və onları cəhənnəmdən qorumuş hesab olunmur. Ona görə bu kişilərin üzərində vacibdir ki, üzərində məsuliyyət daşıdığı qadınlara şəri hicab əmr etsinlər. Amma qadınların bu məsələdə səhlənkarlıq etmələri də şəri hicab məsələsində əslində bu özlərini təhqir etməkdən iləri gəlir. Çünki İslamın ona verdiyi dəyəri bilən qadın, İslamın ona dəyər verdiyini bilən qadın əsla şəri hicabdan üz çevirməz. Bugünkü gündə məsələ elə başa düşürlər ki, yəni sanki dərini örtməkdən ibarətdir hicab geyinmək və yaxud da sanki başı çalmaqdan ibarətdir hicab geyinmək. Belə deyil qardaşlar, şəriətin hicabı var. Şəriətdə hicabın qaydası var. Gərək hicab bədəni vəsf eləməsin. Gərək möminət qadın bədən üzvünü vəsf eləyən şəkildə hicab geyinməsin. Yəni bu hicab deyil əslində, libas geyinməsin. Və enli olmalıdır, şəffaf nazik olmamalıdır, yəni dar olmamalıdır, qısa olmamalıdır. Və şəriətdə bunun qayda qanunu var. Bugünkü gündə nə üçün məsələ bəzi qadınlar, namaz qılan qadınlar şəri hicab geyinmir? Bundan təsirləndiyi nöqtələr var onların. Əslində bunu həll eləmək lazımdır, bunun müalicəsinə baxmaq lazımdır. Kinolar, əksər kinolarda, əksər din adı ilə çəkilən kinolarda geyinilən hicablara baxırlar sanki bunlar şəri hicablardır. Ən böyük müsibətlərdən biri qadınların, bəzi qadınların düzgün hicab geyməmələrinin səbəbi baxdıqları kinolardır. Və iman zəifliyidir. Həmçinin fasıq qadınlarla oturuq durmaqlarıdır. Hicabı ələ salan, düzgün hicab geyinməyən, hicabında mod axtaran qadınlarla oturub durmalarıdır. Və yaxud da kişinin deyyusluğudur, kişinin məsələ qıryatlı kişi olmamasıdır. Ərinin, ya qardaşının, ya atasının qıryatlı adamlar olmamasıdır qadınların düzgün hicab geyməməsinin səbəblərindən. Həmçinin qadında nifaqın olması. Bəzi qadınlar var ki, məsələ hicabı ər xatırına geyinir. Nə zaman görsə ki, boşluq var, məsələ dar geyinməyə göz yumur, gödək geyinməyə göz yumur. Nə qədər açılsa, açıla bilməyinə göz yumur, o qədər açılmağa çalışır. Yəni qadınlarda bu da nifaqın əlamətindəndir. Və həmçinin qadınların məsələ özlərindən daha pis gündə olanlara baxmaları, özlərini onlarla müqayisə etmələri. Əslində qadın, kişi fərqi yoxdur. Həmişə insan dini məsələlərdə özündən yüksək olanlara baxmalıdır. Şeytan bəzən gətirir ki, qadınlara, hələ sən başını çalırsan, başını bağlayırsan, gözəl. Elələri var, heç çalmır. Məsələ, geyinir uzun, amma dar geyinir. Baxır, məsələ, yarı çılbaqları deyir, onlar heç belə də geyinmir. Yəni, bu cür, yəni, bu şəkildə möminət qadın özünü müqayisə eləməməlidir şəriəti tapdalayanlarla. Həmçinin, məsələ, qadının düzgün hicab geyməməyinin səbəblərindən özünə düzgün nümunə seçməməyi. Düzgün nümunə. Məsələ, filanın arvadı belə geyinir, bəs mən geyinəndə nə olacaq? Bunların heç bir qadın, yəni ki, madəm ki, şəriətin əmr etdiyi şəkildə hicab geyinmir, başqasına heç zaman nümunə ola bilməz. Onu nümunə götürməyin özü belə günahdır. Nümunə götürmək istəyən Rasulullah sallallahu aleyhi və səlləmin zövcələrini nümunə götürməlidir. Sahabələrin qadınlarını nümunə götürməlidir. İman taqva əhlinin zövcələrini nümunə götürməlidir. Yoxsa ki, kimsə məsələ tutaq ki, elm adamıdır, kimsə dindardır, onun zövcəsi yəni ki, düzgün hicab geyinmirsə, onu nümunə gətirmək olmaz heç vaxtı. Hər halda qadın onu bilməlidir ki, qadının hicabı onu fahişəlikdən, onu pis və şərli gözlərdən və onu bütün ona xələl gətirən şeylərdən onu çəkindirir. Onu çəkindirir. Siz baxın, adicə baxın. Hicab geyinməməyin, açıq-saçıq geyinməyin. Baxın, ən çox hicaba qarşı danışan ölkələrdə başlarına gələn müsibətə bax. Adicə Amerikada 19 milyon, bir ildə 19 milyon qadın
hicabsızlıq ucbatından açıq-saçıq gəzdiyinə görə təcavüzə, cinsi təcavüzə və zinaya məruz qalır. İtaliyada 70% kişilər zövcələrini tərk edib gedib fahişələrlə əlaqədə olurlar. Nəyə görə? Açıq-saçıqlar daha çox olduğuna görə. Amerikanın rəsmi qəzetlərində yayılan xəbərlərdən biri odur ki, bir ildə ən azı 1 milyon uşaq qeyri-qanuni, qeyri-şər'i cinsi əlaqədən dünyaya gəlir uşaqlar. Yəni 1 milyon uşaq zinadan dünyaya gəlir. 1 milyondan çox uşaqlar saldırılır, yəni qadınlar onları çıxartdırırlar. Almaniyanın özündə rəsmi, yəni ki, elanlarına görə rəsmi, bir ildə 35 mindən çox qadın fahişəliyə addım atır və yaxud da başqaları ilə haram yola, yəni ki, əlaqələr qurur. Bunların hamısı nədir? Bunların hamısı onu göstərir ki, düzgün hicab geyinməməyin, şər'i hicabdan uzaq qalmağın aqibəti budur. Allah Azza və Cəllə Quran-ı Kərimdə Nur surəsinin 30-cu ayəsində, 60-cı ayəsində, Əhzab surəsinin 33-cü ayəsində, 53-cü ayəsində, 59-cu ayələrdə bunların hamısında əmr edir ki, qadınlar kamil hicab geyinsinlər. Muhammed sallallahu aleyhi və səlləm buyurur, Abdullah ibn Məsud radiyallahu anh'ın hədisində, Əl-mər'atu avra, qadın övratdır. Qadının hər yeri övratdır. Hədisi İmam-ı Tirmizi rivayət edib, Albani hədisi səhihləşdirib. Qadının, qardaşım, hər yeri övratdır. Ona görə kim bəzi yerini bağlayıb, bəzi yerini açması düzgün deyil. Ən böyük müsibətlərdən biri bu nədir? Baxırsan, hicab geyinir, amma pomada sürtür, gözünü qaralayır, üzünə makyaj çəkir. Bunların hamısı nədir? Bunların hamısı fucurdur. Hamısı bunların fasiqlikdir. Hamısı bunların zinaya dəvətdir. Yəni, qadın başqalarını özü ilə zinaya dəvət edir bu əməlləri ilə. Müsəlmanın qadını iffətlə tanınmalıdır. Yəni, xüsusən də naməhrəmlərin içinə çıxdısa, yola izə çıxdısa, qadın pomadadan, pudrudan, gözünə qara çəkməkdən, makyaj sürtməkdən uzaq durmalıdır. Çünki bu əməli qadının başqalarının diqqətini çəkir. Bu, dillə olmasa da hərəkəti ilə zinaya dəvətdir bu. Ona görə qadınlar gərək İslamın əmrlərinin oynamasınlar. Yəni, əri olan qadın, yəni, istər əri olsun, istər əri olmasın, fərqi yoxdur. Halal deyil qadınların bu cür hərəkətlərinə və yaxud da yola çıxanda ətir vursun, makyaj çəksin. Neyinir? Bunların hamısı düzgün olmayan əməllərdir. Kişilər ümumiyyətlə fikir verməlidir əlinin altındakı qadınlara. Fikir verməlidir. Və qadınlar da həmçinin özlərinə daha öndə fikir verməlidirlər. Allah Azza və Cəllədən diləyirəm, hər kəs hidayət etsin və müsəlmanların qadınlarını bütün pisliklərdən qorusun. Amin. İxlasla.com saytı tərəfindən təqdim olundu.